Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Python-dan sınaq 1-in izahını vermək istəyirəm. Sınağımız 20 sualdan ibarətdir. Bu video izahımızda 10 dənə sualın izahını verəcəm. Deməli, müəllimlər, başlayaq birinci sualımızla. Birinci sualımızda belə bir proqram fraqmenti verilir və bizdən A-nın, B-nin, C-nin, D-nin qiymətlərini soruşur ki, sonda bu dəyişənlər hansı qiyməti alıbdır? İlk öncə qeyd eləmək istəyirəm ki, müəllimlər, bəzən biz cavabı düzgün alırıq, amma bu hissədəkinə diqqət yetirmirik və bu zamanda gətirib yerinə qoyduğumuz zaman səhv alırıq. Deməli, bizdən burada nəyi soruşur? A-nı, B-ni, C-ni və D-ni. Ona görə də bu ardıcıllıqla biz gətirib yerinə qoymalıyıq. Gəlin birinci tapaq. Bizim üçün burada A, B, C, D dəyişənləri verilibdir. Onlara mənimsədilən qiymətlər də həmçinin. Aşağı hissədə A ilə B eyni anda qiymətini dəyişəcək. B ilə D də eyni anda qiymətini dəyişəcək. Bu zaman yeni qiymətlər alacaq və biz yuxarıdakı qiymətlərə baxmayacaq. Gəlin, baxaq. Deməli, burada bu hissədə A ilə B görək hansı qiymətlər alacaq. D-nin qiyməti nədir? D 7-dir. Gətirib qoyuruq. C nədir? 23-dür. Qoyduq. Bu nə deməkdir? A 7 qiymətini alır, B isə 23. Yazırıq. A bərabərdir 7, B bərabərdir 23. A üçün yeni bir qiymət aldıq. Ona görə yuxarıda digərinin üzərinə xətt çəkirik. B-miz isə 23 qiymətini aldığı üçün yuxarıdakının üzərinə xətt çəkirik. Keçirik bu hissəyə. Burada da B ilə D eyni anda qiymətlərini dəyişəcək. C-miz nə qədərdir? 23. A-mız da yeni qiymət aldı, 7. Bu da yenə nə deməkdir? B 23, D isə 7 qiymətini alacaq. B bərabərdir 23, D də bərabərdir 7. B-miz elə eyni qiymətdə qaldı. Yenə də birini silək ki, qarışdırmayaq. D-miz də elə 7 qiymətini aldı. İndi ardıcıllıqla soruşurdu bizə. Birinci A-nı yazmaq lazımdır. Qeyd etdiyim kimi, bəzən bunların yerini dəyişirlər. Ona görə fikir vermək lazımdır. Daha sonra isə B-ni soruşurdu. B 23 oldu. C-miz 23 oldu. D-miz isə yenə eyni qaldı. Variantımız da burada hansı oldu? D variantımız doğru variantımızdır. Birinci sualın izahını verdim. Keçək ikinci sualımıza. İkinci sualımızda da yenə bizə bir proqram fraqmenti verilibdir və burada Y dəyişəninin qiymətini soruşur. Burada müəllimlər, ilk öncə izah eləmək istəyirəm. Baxın bu hissəni. Əgər burada belə yazılsaydı, bu şəkildə, biz bunu necə yazırıq? Bu nə deməkdir? X bərabərdir. X üstəgəl olduğu üçün üstəgəl yazırıq və bu hissəni də olduğu şəkildə qeyd edirik. Amma burada fikir versəz necə yazılıbdır? Minus yazılıbdır. Ona görə biz bunu necə həll edirik? Gəlin baxaq. X minus, bu minusa görə biz bu hissəni, müəllimlər, baxın bu hissəni mötərizə daxilində yazacağıq. Riyaziyyatdan da bildiyimiz kimi bu minus nə edir? Mötərizə daxilində olan işarəni əksinə çevirir. Plusdursa minus edir, minusdursa da plus edir. Baxın bu şəkildə. Birinci bunu izah eləmək istədim ki, daha sonra keçək sualımıza. Burada bu şəkildə olur. İndi bu burada qalsın. Gəlin keçək bizə verilənlərə. Y-ımız 23'dür. Biz burada Y-ın yerinə 23 yazmaqla D-ni tapa bilərik. 23 üstə gəlsin. 12 bərabərdir 25. Tapdıq. X-imiz 15'dir. Və biz burada yeni bir X-i tapacağıq. Tapdığımız üçün yuxarıdakının üzərindən xətt çəkəcəyik. Biz bu şəkildə yazdıq. Baxın, bayaqlarını bu şəkildə yazdıq. Gəlin bunu hesablayaq. X-ımız neçədir? Burada bizə verilir. 15. Daha sonra D-imiz neçə oldu? 25. Bura baxırıq çünki bu misal idi.
Sadəcə izah eləmək üçün yazmışdım. 25 və 2-ni də yazırıq. Buradan neçə tapırıq? 15-dən 25 çıxanda eləyir -10. Çıx 2, elədi -12. Tapdıq ki, yeni bizim x-imizin qiyməti -12-dir. Və yuxarıdakının üzərindən xətt çəkdik. Çünki yeni bir qiymət aldıq. İndi isə gəlin bizdən soruşulan y-in qiymətini tapaq. D-miz neçə idi? 25. Yeni x-imiz -12 olduğu üçün mötərizədə yazırıq. Çünki qarşısında işarəsi var. Riyaziyyatdan da bildiyimiz kimi. Və y-in yerinə də 23-ü yazırıq. Bunu bu şəkildə yazmaq da olar. Yenə də xırdalığına kimi izah edirəm. Belə olanda -12, yəni daha doğrusu çıx 12 olur. Çıx 23 bərabərdir. 25-dən də 12-ni çıxanda eləyir 13. Çıx 23. Bu da nə deməkdir? -10 deməkdir. Cavabımız da olur C variantı. İkinci sualın izahını da verdi. İndi isə keçək müəllimlər 3-cü sualımıza. Ona görə müəllimlər diqqətli olmaq lazımdır. İşarələrə baxanda diqqətli olmaq lazımdır. Burada da belə bir proqram fraqmenti verilibdir. Sətr tipindədir və biz onu siyahı tipinə çevirməliyik. Hardan bilirik ki, siyahı tipinə çevirmək lazımdır? Siyahı tipinə çevirmək üçün baxın, burada list A yazılıbdır. Ümumiyyətlə, sətirləri siyahı tipinə çevirmək üçün bir splitdən istifadə edirik. Bir də ki, listin elə özündən istifadə edirik ki, bu zamanda sətirlər siyahıya çevrilir. Burada necə çevirilir, müəllimlər? A dəyişəninə mənimsətdiyi üçün buna da diqqət yetirmək lazımdır. Bu şəkildə yazmaq lazımdır. List mötərizədə A. Siyahı tipində necə olur? Siyahı tipində kvadrat mötərizənin daxilində olur. Bu şəkildə, mütləq surətdə. Kvadrat mötərizənin daxilində hər birini ayrılıqda götürür. Baxın, bu şəkildə. Nəticəni bizə elə verir. Ayrılıqda götürür. Dırnaq işarəsində virgül. Sonra Ç, dırnaq işarəsində virgül. T, dırnaq işarəsində virgül. Hər biri ayrı-ayrılıqda bu şəkildə çevrilir. Variantımızda da bu hansındadırsa onu götürəcəyim. Bu da hansına uyğundur? D variantına uyğundur. Burada niyə götürmədik? Çünki bizim mötərizəmiz yoxdur. Burada vergüllər yoxdur. Bu hissədə də ümumiyyətlə uyğun deyil. Bu şəkildə D variantı oldu. Bu nə zaman ola bilər, müəllimlər? Əgər ki, splitdən istifadə etsək. Məsəl üçün, biz yazsaydıq ki, D bərabərdir A. Split necə yazılırdı? A, split bu şəkildə yazsaydı, o zaman bizə bu A-nı verəcəkdir. Amma list A soruşduğu üçün biz D variantını seçdik. Keçək digər sualımıza, növbəti sualımıza. Növbəti sualımızda da C dəyişəninin qiymətini soruşur. Gəlin baxaq. Biz dəyişənlərin tipini bilirik. Hansıları idi dəyişənlərin tipi? Tam tipimiz var idi, həqiqi, sətir tipi, məntiqi tip, siyahı tip. Məntiqi tipdə, baxın, true yazılıb burada. Məntiqi tipdə 2 dənə qiymət alırdı. True və false. True olduğu zaman biz 1 qəbul edirdik, false olduğu zaman biz 0 qəbul edirdik. Burada da true olduğu üçün elə biz bunu 1 qəbul edə bilərik. A-mız 1-dir, B-miz də 6-dır. Aşağıda qoyub yerinə cavabımızı tapırıq. Cavabımız da oldu A variantı. Bu şəkildə C dəyişəninin qiymətini tapdıq. Digər sualımıza keçid eləyək. 5-ci sualımız. Burada da bizə D dəyişənini soruşur. Gəlin diqqətdən baxaq. Burada da diqqət yetirməli olduğumuz məqamlar var. Ümumiyyətlə, müəllimlər, baxın, yuxarıda A verilibdir. Amma aşağıda A ilə bağlı heç bir əməliyyat yoxdur. Ona görə biz bu A-nı hesablamaya da bilərik. Sadəcə olaraq gəlin baxaq, görək bu nə deməkdir. Bu şəkildə yazılsa, baxın, pol, məsəl üçün 2,5 şəklində yazılsa, bu nə deməkdir? Pol qüvvət deməkdir. Yəni 2-nin üstü 5 bizə neçə verir?
32. Gəlin birini də yazaq. Ho, bu nə deməkdir? 5 üstü 3. 5'in kubu. Neçə verir? 125. Bu qüvvət deməkdir. 2 dənəli verəndə bu şəkildə həll edirik. Bəs 3 dənəli veriləndə necə həll edirik? Gəlin baxaq. Eynən buradakını yazaq. Bunu yazaq. Bu deməkdir ki, sən bunun qüvvətini tapdın. Daha sonra 4-ə bölünməsindən qalığını ver mənə. Sonuncu bizə verilən ədəd nə deməkdir? Ona bölünənin qalığını tapırıq. Burada necə olur? 125 idi. Biz 125 aldıq. 4'ə bölünməsindən də qalıq üzrürsən neçə olur? 5 olur. Bunun nəticəsi, baxın, bunun nəticəsi bizə 5 verir. Bir daha deyirəm. Bu qüvvətdir. 5'in üstü 3 tapdıq və 3-cü ədədə bölünməsindən qalığı nəticəsi bizdən soruşur. Bu şəkildə biz bunu həll edə bilərik. İndi gəlin keçək misalımıza. Burada artıq A-dan istifadə etmədiyimiz üçün ona baxmayacağım. Bir də nəyi izah etmək istəyirdim müəllimlər? Yeri gəlmişkən burada verilibdir, onu izah eləmək istəyirəm. Baxın, biri var ki, bu şəkildə bizə verilər. Bunun özü də qüvvət deməkdir. Baxın, bu şəkildə verilər. Bu nə deməkdir? Bu deməkdir ki, 64'ün üstü 1 bölünsün 2. Burada nəticəmiz olur 32. Biri də var ki, bu şəkildə bizə verilsin. Mötərizə daxilində 2'də 1 verilsin. Baxın, 1 bölünsün 2 verilsin. Bu o deməkdir ki, 64 üstü 2'də 1. Bu da kök altında 64'dür. Riyaziyyatdan bilirik və cavabımız olur 8. Və yaxud da ki, gəlin bunu elə biraz da xırdalayaq. 64 üstü 2'də 1. Bunu başqa kök altı olmadan necə həll edə bilərik? 64 nədir? Nəyin kvadratıdır? 8 üstü 2'nin kvadratıdır. Yuxarıda da 2'də 1'imiz var idi. Bu şəkildə vururuq. 2 ilə 2 ixtisar gedir. Qalır 8 üstü 1. O da eləyir 8. Bu şəkildə biz tapa bilərik. Buna xüsusən diqqət yetiririk. İndi keçirik bura. B üçün 487 verildi və deyir ki, 487'nin 2'yə bölünməsindən bu nə idi? Bu tam hissə idi. 2'yə bölünməsindən tam hissəni tap. Bu qalığı görsədirdi müəllimlər. Bu isə tamı. Buradan biz tapırıq 243. Və gətiririk, yerinə qoyuruq. Belə işarəliyim. Burada yerinə qoyuruq. 243 qüvvət işarəsi bu şəkildə yazdıq. Bu nə idi? Bayaq burada dedik. Nə idi? 243 üstü 1 bölünsün 5 deməkdir. Yəni səhvən gedib bu şəkildə etməyin. Çünki mötərizə yoxdur orada. Cavabımız da böləndə 48,6 alınır. B variant. Bunlara xüsusən fikir verin müəllimlər. Mötərizə daxilindədir, yoxsa necə? Digər 6-cı sualımıza keçid eləyək. 6-cı sualımız da printlə bağlıdır. Printin daxilində, gəlin birinci yadımıza salaq. Bizim görmədiyimiz bəzən vermirlər. Sep və N funksiyamız var. Sep funksiyası nə zaman işləyirdi? Vergüllərdə işləyirdi. Bəli. Amma sonuncu vergüldən başqa. End funksiyası isə sonuncu vergüldə işləyirdi. Sep funksiyası verilməsə, yəni susma halında sep funksiyası nə iş görür? Yenə də vergüllərdə işləyir sonuncu vergüldən başqa. Və vergüllərə gəlib çatanda boşluq qoyur. End funksiyası isə sonuncu vergüldə işləyir. Əgər bizə verilməsə end funksiyası, baxın burada da verilir. Bu zaman slash n kimi işləyir. Slash n nə deməkdir? Düşür aşağıdan yazır. Düşür aşağıdan yazır. Amma burada indi bizə sep funksiyası verildir. Bir dəqiqə yenidən yazın bunu, silindi. Aha, sep funksiyası verilirdir. İndi gəlin bunu yazaq. Deməli, print nə idi? Print də dırnaq işarəsini yeyir. Print dırnaq işarəsini yedi, çıxartdıq bugün.
Gəldik vergülə. Vergüldə nə işləyirdi? Sep, nida işarəsini qoydu. Yenə dırnaq işarəsini yeyib print, hava. Əslində buradakı kimi aralı yazmaq lazımdır. Mən biraz bitişik yazdım. Vergüldə yenə işləyir nida. Fikir versəz, baxın, bu slash n deməkdir. Buradakı slash n deməkdir. Bu nə edirdi? Aşağı salırdı. Düşür aşağıdan yazır. İçərisində nə qaldı? Ecedir dırnaq işarəsində. Dırnaq işarəsi yeyilir, ecedir. Yenə vergüldə işləyir nida işarəsi və sual dırnaq işarəsindədir. Dırnaq işarəsi yeyilir. Sonuncu vergüldə isə bizim burada görmədiyimiz end funksiyası işləyir ki, bu da yenə nə edir? Düşür aşağıya, amma heç bir şey olmadığı üçün biz elə bu şəkildə qeyd edə bilərik ki, kursor düşür, bu şəkildə qalır. Kursor işarəsidir. Kursor düşür, bu şəkildə qalır. Bu da hansı varianta uyğundur? B variantımıza uyğundur. İndi buna uyğun bir neçə dənə də burada bizim tapşırıqlarımız var ki, onları da etdikcə daha yaxşı təkrarlamış və yadımızda saxlamış olacaq. Keçirik 7-ci sualımıza. Burada da elə eynən onun kimi print funksiyasına aid olan tapşırığımız var ki, burada end də var, set də var. Yəni, bir daha yaxşı təkrarlayaq və sualımıza baxaq. Yenə qeyd edək ki, sep end funksiyamız sep vergüllərdə işləyir. Sonuncu vergüldən başqa, end isə sonuncu vergüldə işləyir. Printdəki dırnaqları yeyir. Gəlin baxaq. Print nə edir birinci? Buradan yazaq ki, daha yaxşı olsun. Print burada dırnağı yeyir. A, B-ni çıxardır. Vergüldə sep işləyir. Sepdə nə var? Mötərizə qoyur. Daha sonra dırnağı yeyir. C-ni çıxardır. Vergüldə yenə mötərizəni qoyur. Dırnağı yeyir. D-ni çıxardır. Vergüldə mötərizəni qoyur. Burada da dırnağı yeyir. B-ni çıxardır və sonuncu vergüldə bizim sep funksiyamız işləmir. Nə işləyir? End funksiyası işləyir. End nə verilibdir? Nida. Və bu end bizi qoymur ki, aşağı düşür. Print nə olsun ki, aşağıda yazılır. Biz aşağı düşmürük, artıq yanından yazacaq. Daha sonra dırnaq yeyilir. M qoyulur və fikir versəz, burada sep yoxdur. Baxın, yoxdur sep. Sep susma halında olmayanda nə olurdu? Vergüllərdə boşluq qoyulur. Biz də vergüldə boşluq qoyulur. Daha sonra keçirik bura, dırnaq işarələri yeyilir C və slash n var. Slash n nə edirdi? Aşağı düşməyimizə belə deyək ki, bizi məcbur edir ki, aşağıdan düşüb yazaq. Aşağı düşürəm. Daxilində nə qaldı burada? Dırnaq işarəsində n, dırnaqlar yeyilir. Sadəcə n yazıram. Vergüldə yenə sep olmadığı üçün boşluq qoyuram. Və burada da dırnaq işarəsi yeyilir. Bu şəkildə D-ni yazıram. Sonuncu vergüldə end işləyir, nöqtə qoyuram. Və end bizə verildiyi üçün məni qoymur aşağıdan düşüb yazım. Yanından yazıram. Yazıram 11. Burada da onun kimi baxın, sep yoxdur, olmadığı üçün vergüldə boşluq qoyuram. 12-ni çap edirəm. Nəticəmiz bu şəkildədir. Amma burada end verilmədiyi üçün kursor düşüb bu hissədə yanıb sönəcək. Nəticəmiz isə, baxın, bu şəkildə olacaq. Bu isə hansı variantdadır? A variantındadır. Doğru cavabımız oldu. A variant. Digər sualımıza keçid edək. 8-ci sualımıza. 8-ci sualımızda da müəllimlər printlə bağlı olan bir sualdır. Yenə yadımıza salaq printlə bağlı olan halları. Print 4 halda ola bilirdi. Hansıları idi? Baxın, burada qeyd olunubdur bir dənəsi. Gəlin bir-bir yazaq. 4 halı var idi. Biri print, elə buradakini yazaq. Dırnaq işarəsində A üstə gələk B. Bu zaman nəticə bizə nə verilir? Print yuxarını görmür və nəticə olaraq bunu çıxardır.
Burada da necə olur? Print dırnaqları yeyir. Nəticəmiz A üstə gələn B olur. Daha sonra ikinci print yadımıza saxlayaq ki, dırnaq işarəsi olanda yuxarı baxmır. A-nı ayrı dırnaqda, B-ni isə ayrı dırnaqda yazıb toplayırıq. Yəni sətr tipində olur. A-mız sətr tipindədir, B-miz isə sətr tipindədir. İki sətri toplayanda birləşirdi. Dırnaq işarəsi daxilində və printdə dırnaqları yeyir, bizə A, B-ni verir. Bir daha qeyd edək. Dırnaq işarəsi olanda biz yuxarını görmürük. Yuxarıya keçid eləmirik. İndi üçüncü halımız nədir? Print A üstə gələk B. Bu zaman yuxarını görür. Baxın, A-mız neçədir? 12, B-miz də 45. Yazıram 12 üstə gələk 45. Nəticəmiz də olur 57. Dördüncü halımız nə idi? Print. Bir dənə mötərizə qoyaq. Aha. Print bu tərəfdə qoymalıydım. Print setir A üstə gəlsin setir B. Bu nə deməkdir? Bu deməkdir ki, müəllimlər, baxın. Biz verilən bu A-nı tam tipdədir, çevirməliyik sətr tipinə. Sətr tipinə çevirdiyimiz zaman necə olacaq? Baxın, bu şəkildə. Daha sonra yenə B-ni tam tipdədir, biz çeviririk sətr tipinə. Bu şəkildə qeyd edirik, elə belə yazaq. Sətr tipində 45. İki sətri toplayanda birləşdiririk. Print dırnaqları yeyir, nəticəmiz də olur bu şəkildə. İndi isə bizdən burada nəyi soruşur? Printin hansı halıdır? Baxın bu halı. Dırnaq olanda yuxarını görmür və nəticə olaraq da bizə A üstə gələk B-ni verir. C variantımız doğrudur. 9-cu sualımıza keçid eləyək. Və bizim sətirlər, siyahlar üzərində əməllərimiz var idi ki, sətirlər üçün doğru olan müəllimlər, siyahlar üçün də doğru olur. Gəlin, indi bunu yadımıza salaq. Çünki bizim tapşırığımız da buna uyğundur, həm də ki, yadımıza salaq. Deməli, sətirlər üçün olan, qeyd etdiyim kimi, siyahlar üçün də doğrudur. Ona görə sətirlər üzərində qeyd edirəm. Siz də yadınıza saxlayın ki, bu da siyahlar üçün də doğrudur. Biz qeyd eləmişdik ki, 4 dənə hal var idi. Bir, məsəl üçün, sətirin üzərinə sətri gəlmək. Bu zaman nə olurdu? Sətrin üzərinə sətir gələn zaman birləşirdi, bayaq qeyd etdiyimiz kimi. Alma, al, balı. Bu şəkildə birləşir, eyni sətrin daxilində. Siyahı üçün də keçərlidir. İki siyahını toplayanda bir siyahının daxilində birləşib yazılacaq. Burada sətirlər bu şəkildə yazılır. Daha sonra biz hər hansı bir sətri, hər hansı bir ədədə vuranda, baxın ədədə vuranda, sətr daxilində ədəd qədər təkrarlanır. İndi üçüncü, dördüncü hala baxaq. Bu hallarda artıq xəta verir. Nəticə verilən bu ikisi. Əgər mən iki sətri bir-birinə vurmaq istəsəm, bu zaman mənə xəta verəcək. Xəta. Əlavə olaraq, əgər mən sətrin üzərinə hər hansı bir, bu dırnaq işarəsində, hər hansı bir ədədi gəlmək istəsəm, bu zaman da mənə xəta verəcək. Bu, siyahlar üçün də keçərlidir, sətirlər üçün də keçərlidir. Biz nəticəni nə zaman aldıq? Toplayanda və vuranda. Evet, hər hansı bir ədədə vuranda. Nə zaman almadıq nəticəmizi? Bir-birinə vuranda və hər hansı bir ədədi üzərinə gələndə. İndi bizdən burada nəyi soruşur? Burada bir sətri vur. Sətri vur nəyə? Hər hansı bir ədədə. Sətri biz ədədə vuranda dedik ki, baxın, sətr qədər təkrarlanır. Ədəd qədər təkrarlanır. Üzrü sayın. Məktəb yazdıq. 5 dəfə təkrarlanır. Məktəb. Məktəb. 5 dəfə yazırıq. Öyrəşmişik bitişik yazmaq. Amma əslində bitişik yazılmamalıdır. Məktəb.
bərabər. Yəni bu şəkildə bitişik olmamalıdır. Dırnaq işarəsində 5 dəfə yazdım. Qaçıb gedib bunu götürmürük. Nə üçün? Çünki print var. Biz dedik print nə edir? Dırnaqları yeyir və nəticəni bizə o şəkildə çıxar. Ona görə də bizim doğru variantımız olur B variantı. 10-cu sualımıza keçid edək. Biraz uzundur. Aşağı çəkdim ki, götürə bilim. Tamam. Burada da gəlin bayaqçı kimidir, elə baxaq. 2 dənə sətr verilir. Səbinə və Cavidan. Deyir ki, Səbinə ilə Cavidan sətrini toplan. Sətirləri toplayanda nə olurdu? Sətirləri toplayan zaman birləşirdi. Səbinə, Cavidan birləşir. Dırnaq işarəsində. Print isə nə edir? Bu dırnağı yeyir. Yazmadı. Aha, dırnağı yeyir. Olur Səbinə, Cavidan. Bu variantımız getdi. Qalır 3 dənə variantımız. Sonra keçirik digərinə. Burada deyir 2 dənə sətri vur. 2 dənə sətri vuranda biz nəticə ala bilirdik. Xəta verirdi. Digərində isə yenə Səbinənin üzərinə hansı bir ədəd gəlir. Bu da bizə xəta verirdi. Səbinə Cavidan 2 dənə də xəta baş verəcək. Variantımız oldu D variantı. Bu şəkildə müəllimlər 10 dənə sualın izahını verdim. İnşallah ki, növbəti 10 sualın izahını da digər videoda çəkib YouTube kanalına yükləyəcəyik. Bu kimi videoların davamlı olmasını istəyirsinizsə, zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və rəy yazmağı unutmayın.